Salam əziz uşaqlar. Bugün də mən sizin üçün deməli sistem təyinlər mövzusuna aid bir sualın izahını çəkirəm. Deməli bizə nə verib? 1 bölü A bərabərdir B bölünsün 3. A üstəgəl B bərabərdir 4 olarsa, A kvadrat üstəgəl B kvadratını bizdən soruşur. Neyniyək? Deməli, hər tərəfi çarpaz vursaq, A vurulsun B bərabərdir 3. Və mənə burada kvadratlar verildiğine görə mən məcburam ki, yəni buradakı ifadənin hər tərəfini kvadrata yüksəldək. Yəni açsam birincinin kvadratı, üstəgəl ikincinin kvadratı, üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli. Bu mənim müxtəsər vurma düsturumdur. Burada da alacağam ki 16. Mən buradan A kvadrat üstəgəl B kvadratını soruşur məndən. A kvadrat üstəgəl B kvadratı bərabərdir 16 çıxılsın 2AB yazsam, AB-ni də mən nə tapmışdım? 3 tapmışdım. Yəni 16 çıxılsın 2 vur 3. O da bərabərdir. 16-dan da 6 çıxsam olacaq 10. Cavabım oldu 10.